İllərlə hər səhərimizi onun Bakı, sabahın xeyir sədaları ilə açdıq. Mən Azərbaycan musiqisinə də, geyiminə də zövq gətirmişəm deyən Yalçın Rızazadə. Bakı, sabahın xeyir, Bakı, sabahın xeyir, Bakı, sabahın xeyir, Bakı, sabahın xeyir. 1946-cı ilin dekabrında Bakıda Ziyalı ailəsində anadan olub. Atası rayon katibi işləsə də, ailəsinin maddi vəziyyəti ürək açan olmayıb. Kiçik yaşlarında musiqiyə həvəsi olub. Yalçın Rızazadə Mədəniyyət və İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb. 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını qırmızı diplomla bitirib. Konservatoriyada tələbə olarkən Dövlət Teleradio Komitəsində rejissor assistenti kimi çalışır. Həmin zamanlar Gülarə Əliyevanın Dan Ulduzu ansamblinə dəvət olunur. Onu Azərbaycan tamaşaçısına tanıdan isə 60-cı illərdə ifa etdiyi Durnalar mahnısı olur. Yalçın Rızazadə 20 yaşında ailə qurub. 1978-ci ildə Od içində filmində əsas rolu canlandırdıqdan sonra onu filmlərə dəvət etsələr də çoxsaylı qastrol səfərlərinə görə bir daha filmlərə çəkilə bilmir. O, Qaynana, Gün keçdi, Baladadaşın ilk məhəbbəti, Dədə Qorqud kimi bir neçə filmin mahnılarını ifa edib. Bu ifalarla həmin filmlərə öz damğasını vurub. Dünyanın 46-dan çox ölkəsində qastrol səfərlərdə olub. Yalçın Rızazadə 300-ə qədər mahnının ilk ifaçısı olub. Özünə məxsus tərzi ilə hər zaman seçilirdi. Yalçın Rızazadənin Taleyim mənim, Əlvida, Yoxmuş etibarın, Bakının qızları, Belə ola həmişə ifaları Azərbaycan estradasının ən dəyərli nümunələrindəndir. Xalq artisti həm də karate üzrə qara kəmər sahibi olub. İdman fəaliyyəti dövründə 3 dəfə burnunu və qabırğasını sındırıb. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Son illərdə sənətkarın səhhətində problemlər yaranmışdı. 2019-cu ildə Heydər Əliyev fondunun dəstəyi ilə Türkiyəyə müalicəyə göndərilir. Xalq artisti 22 fevral 2021-ci ildə 74 yaşında dünyasını dəyişib.